Frida Kahlo 1907-ci ildə Meksikanın kiçik bir qəsəbəsində anadan olmuşdu. Anasının damarlarında İspan və Hindli qanı axırdı. Qadın çox dindar idi. Atası Guillermo Kahlo Almaniyadan idi. Peşəkar fotoqrafdı. Qızcığazın 6 yaşı olanda poliomiyelit keçirdi. 15 yaşında Frida tibbi öyrənmək üçün çox gözəl bir məktəbə daxil oldu. 1925-ci ildə 18 yaşında Frida avtomobil qəzasına düşdü. Avtobus tramvayla toqquşdu. Frida ölümdən qayıtdı. Onun sağ qalması bir möcüzə idi. Frida 3 həftə huşsuz qaldı. Sonra oyanıb həyat ilə mücadiləyə başladı. Bacısı onun çarpayısının tabanına güzgü astı. Oradan Frida özünü görə bilərdi. Frida kağız və boya istədi və öz avtoportretlərini çəkməyə başladı. 1928-ci ildə Komünist Partiyasının üzvü oldu. Elə o vaxtlar kommunist rəssam Diego Rivera ilə tanışdı. Aralarında olan 27 il yaş fərqinə baxmayaraq onlar evləndilər. Qəzadan sonra Frida'nın övladı olmadı. Frida korsetdə gəzirdi, çoxlu ağrıkesici dərmanlar içirdi. 1937-ci ildə onlara Trotski xanımı ilə birlikdə qonaq gəldi. Frida ilə Trotskinin arasında eşq yaşandı. Sonra Trotski xanımı ilə oranı tərk etdi. 1938-ci ildə Frida'nın New Yorkda sərgisi keçirildi. Onun əsərləri çox bəyənildi. Eyni sərgi Parisdə də keçdi. 1939-cu ildə Frida Diego ilə boşandı. Lakin bir ildən sonra onlar yenidən evləndilər. 1941-ci ildə onun halı pisləşdi. Frida bir neçə əməliyyat olundu. Çoxlu dərmanlar içirdi. 1953-cü ildə Meksikada onun ilk şəxsi sərgisi keçiriləcəkdi. Həkim qalxmağa qadağa qoydu. Onu çarpayısı ilə birlikdə yük avtomobilinə qoyub sərgiyə gətirdilər. Frida 1954-cü ildə pnevmoniyadan vəfat etdi. Onun 47 yaşı vardı.